Yeniden salamlar. Bugün burada gördüğünüz gibi yeni kurmuş olduğumuz bir sistem vardı. Jockey sistemi vesaire kurmuştuk. Maalesef ki Jockey sistemimiz partladı ve akvaryumumuz bu hala geldi. Herkes salamlar, belə bir qurulum eləmişik. Burada Jockey sistemimiz aktif bir şəkildə işləyir. Ondan əlavə üstə bir dənə gözəl ışıq ayarlamışıq ki, bu da yenə bitkilərimizin böyüməsi üçün yetərli ışığı bizə verir. İndi isə sistema hissəsinə gələk ki, burada belə bir sistem eləmişik. Bunun birləşmə nöqtələrinə də başqa bir birləşmə əlavə eləyib, ona da belə bir düymə əlavə eləyib. Bunun suyunu yarıya qədər boşaltdım. Geri qalan sistemde dedim niye size göstermeyeyim. Burada yeniden burası su dolduracağım. Bu hadisə aslında baş verməsəydi bitkilərimiz çox yaxşı bir şəkildə inkişaf edəcəklər. Fərqli bitkilərə də yer vermişəm bu sistemdə. Buna aid də çox gözəl bir video gələcəkdir. Lakin bəzi hadisələr bizim istədiyimizin xaricində inkişaf edir. Hadisə üstündən, yəni bundan qabaq çəkdiyim video üstündən bir neçə saat keçibdi. Editləmə zamanı ağlıma gəldi ki, belə bir videoda davamını çəkməyim olduqca doğru olacaq idi. Jockey sistemimizi düzgün şəkildə qurduq, hər bir şeyi yerinə yetirdim. Lakin mənim ana qanunum olan Jockey sisteminin akvaryumdan qat-be-qat altda olması qanununa uymadım. Yəni mən bu qanunu həmişə uyurdum və ana qanunum olaraq adlandırmışdım ki, lakin bu qanuna uymadıq. İndi isə nə edirəm, akvaryumumuzun üstündə ışıq yandırmıram. Yəni yandırmırsam belə olduqca ışığı az tuturam akvaryumun üstündə. Gündüzləri bir neçə saat akvaryum üstündə ışıq yandırarkən, gecələri isə üstündə kiçik bir gecə lambası yandırıram. Yenə az miqdarda ışıq olması səbəbilə, yəni yandıracam, bu tip davam edəcəm bir neçə gün, bəzilərində bir neçə həftə belə uzana bilər deyə düşünürəm. Suyumuz durulana qədər yenə gündə 100 su dəyişimi edəcəm. Jockey sistemi gecə yatdığımda hər şey yolundaydı, davam edirdi. Lakin səhər oyandığımda hər şeyin bıraxdığım kimi olmadığını gördüm. Su bulanmışdı və s. İlk başta nədən ola biləcəyini fikirləşdim. Bəlkə balıq ölmüşdü, bəlkə ilbizlərim ölmüşdü. Lakin heç biri deyildi və bir anda heç bir boyda suyu bulandıra bilməzdi. Bir neçə dəqiqə səbəbini axtardıqdan sonra Jockey'nin bir miqdar aşmış olduğunu, hətta pramı üstolun bir digər ucunda olduğunu gördüm ki, şlankda ucuna bağlı değildi. Vana ilə azaltmışdım ki, yəni az miqdarda versin. Bu isə çoxlu miqdarda Jockey'nin yığılmasına səbəb olmuşdu və partlamışdı. Partlayış zamanı turbanın içinə də bir miqdar yəni o maddə qarışmışdı, pesoquydu, mayaydı, onlar onun içi ilə bərabər akvaryumumuza tökülmüşdü ki, bu da suyumuzun bulanmasına səbəb olmuşdu. İlerleyen günlərdə inkişafı sizinlə də bölüşəcəm. Hələ ki, hər şey normal kimi görünür, lakin lepstislərimizin və salyangozlarımızın vəziyyəti heç də iç açıcı görünmür. Salyangozlarımız tez-tez su üzünə çıxıb havalmağa başlayıblar. Lepstislərimizi də maalesef ki itirdik. Bugünkü videomuz bu qədərdir. Maalesef ki bu dəfə sizinlə emosional bir video çəkə bilmədim. Gələcək videomuzda görüşmək var. Bu qaranlıqda olmalıdır. Bildiyiniz kimi mayanın aktiv olması üçün bu formada sistemimiz hazırdır. Bir sonraki videoda görüşmək.